Deməli, axırıncı videoda biz dərs materiallarını Google Drive-a yükləmişdik. İndi isə görək biz bunları Google Colab-da necə istifadə edə bilərik. Google Colab nədir? Bu sualdan başla. Google Colab bir notebookdur. Yəni sizin lokalda istifadə edəcəyiniz Jupyter Notebook nədirsə, Google Colab da odur. Google Colab-ın özəlliyi nədir və yaxud da deyək ki, daha üstün cəhəti nədir? Ona görə ki, bunlar local cloud-da olduğuna görə hamısı Google şirkəti tərəfindən düzənlənir və yaxud da deyək ki, hər hansı bir səhvlik varsa, onlar tərəfindən arada qalır. Ona görə sadəcə bizə nə düşüb? Google Log-u açmaq və ondan istifadə eləmək. Deməli, birinci başlayaq. Görək Google Log-da nələr var. Məsələn, burada menular var. Bu menuların hamısına tək-tək getməyəcəm. Ona görə ki, çox uzun olar. Bizim üçün önəmli olan sadəcə nədir? İlk öncə onlardan danışdım. Qalan hissəsi məsələn view-də hər hansı bir görünüşdə dəyişiklik eləmək istəsəz, özünüz məsələn tool'lara gedərsiniz, setting var. Məsələn burada mən rəngini dəyişmək istəyirəmmi? Dark eləyək. Görə rəngi dəyişir. Yəni bu kimi xüsusiyyətlər ki var, əminəm ki siz onu biraz vaxt keçsəz özünüz tapa biləsiniz ki, nə hansı işə yarır. Sadəcə bizim üçün önəmli olan bəziləri var, gəlin onlar üzərinə gələk. Birinci kod yazmaq. Deməli, mən hər hansı bir kod yazmaq istəyirəmsə, burada görürsünüz, kod işarəsi var. Bu kod işarəsini vurandan sonra mənim üçün belə bir boş bir xana açılır. Bura yazayım məsələn, print hello. Aha, düzdürmü? Mən bura necə run edə bilərəm? Bir xüsusiyyət ondan ibarətdir ki, bunun sonuna gəlib Ctrl sıxıram və enter vurdum. Run oldu. Düzdürmü? Run oldu. İkinci yol ondan ibarət ki, burada olan play düyməsi var. Onun üzərinə vuram. Eyni oldu. Eyni zamanda Google şirkəti bizim üçün deyək ki, burada change runtime-a gedirəm. Bizim üçün bəzi fərqli tibular verir. Məsələn, mən burada tibum var, mən burada 4 tibu var. Əlbəttə ki, bunlar hələlik bizim üçün ehtiyac deyil. Bizə tibu ehtiyacdır. Əgər deyək ki, bir maşın learning train eləmək istəyirsə, o zaman siz biraz pul ödəməklə buradakı olan yüksək tibuları da aktivləşdirə bilərsiniz. Sadəcə bizim üçün önəmli olan, məsələn, budur, ehtiyacdır. Yəni bunlar bizim işimizi görəcək. Eyni zamanda mənim burada R-ım da var. Əlbəttə ki, Julia R bizim proqramlaşdırmamız deyil, bizimki Python-dur. Ona görə biz burada necədir, onu olduğu kimi saxlayır. Və buranın əslində bizim çox da işimiz olmuyor. Sadəcə məlumat üçün verirəm ki, burada bizim fərqli tibular var. Aha. Ondan sonra isə gəlirəm bu hissəyə. Deməli, mən hansı notebookdayam? Mən Polar'dayam, düzdürmü? Bəzi notebooklarda var ki, mən bəzi belə şəkillərdən istifadə eləmişəm, hər hansı bir şey izah eləmək üçün. Bu şəkillərdə hardan gəlir? Bu şəkillərdə bizim yüklədiyimiz materiallar ki var idi, onlardan gəlir. Və mən bu şəkillərdə materialdan istifadə etmək istəyirəmsə, mən Google Colab-la Google Drive-ı bir-birinə əlaqələndirməliyəm. Bunun üçün nə edirəm? Mənim burada belə bir kodum var. Yaxşı olar ki, buna heç nə əl vurmaz, olduğu kimi saxlayın. Sadəcə buradakı run düyməsini vururam. Run düyməsini vurandan sonra mənə belə bir yazı gəlir ki, icazə verirsənmi bu notebook sənin Drive-ə qoşulsun? Deyirəm ki, qoşulsun. Ondan sonra gəlir sizin burada öz Drive-ınız olacaq, onu vurursunuz. Ondan sonra continue. Və yenə continue. Və nəhayət qoşuldu. Dedim ki, burada olan sadəcə ola bilsin ki, bəzən soruşur, niyə burada bu qədər path var? Ola bilsin ki, bəzən insanlar səhv yerə kurs materialların yaddaşa verir və yaxud da ola bilsin ki, düzgün şəkildə ondan istifadə eləmir. Ona görə mən bura mümkün qədər daha çox seçim yazmışam ki, səhv yerə yükləsələr də belə, səhv yerə yüklənmiş olsa da belə, bu materiallarda heç bir problem olmasın və hamısı işlənsin. Gəlin görək, hardaydı? Məsələn, buradaydı mı? Drive-da, My Drive-a gedirəm. Məsələn, məndə Python-un içindədir, amma sizdə Python-da olmayacaq. Sizdə birbaşa, məndə burada çoxlu folder var. Sizdə birbaşa bunun içində olacaq. Sizdə birbaşa bunun içində olacaq. Amma dedim kimi, məndə Python var, ondan sonra
bir neçə folder var və folderlərdən biri də Introduction to Python. Amma sizdə bir sadəcə bu folder olur. Deməli, sizdə hansı işləyəcək? Sadəcə bu path işləyəcək. Məndə isə hansı işləyir? Məndə isə bu birinci olan işləyir. Aha, bunu bağlayaq. Aha. Əgər mən hər hansı bir koduma not yazmaq istəyirəmsə, bu zaman text var. Bundan istifadə edə bilərəm. Bunu yazırsınız. Məsələn, mən bura bir dənə hashtag qoysam, hello yazıram. Aha, gözü daha böyük oldu. Mən bunu dəyişmək istəsəm, 2 dənə yazsam bura. Aha, biraz balaca. 3 dəfə yazsam, 3 dənə yazsam daha doğrusu. Daha da balacalaşır. Deməli, bunları məsələn mən bura bold da eləyə bilərəm, italic də eləyə bilərəm və yaxud da mən bura hər hansı bir kodda yaza bilərəm. Əslində kodda və yaxud da link də bura qoya bilərəm və s. Dediyim kimi, əslində Polarsın özü də geniş bir mövzudur. Sadəcə bizim üçün önəmli olan nədir? Onların üzərinə gedirik biz və eyni zamanda ola bilsin ki, mən yoxlamaq istəyirəm ki, məndə olan bütün kodlar işləyir yoxsa yox. Runtime gəlirsiniz. Run al deyirik. Görürsünüz ki, bütün kodlar yenidən başladı run olmaya. Eyni zamanda mən baxıb görə biləm ki, məndə hər hansı bir problem varmı? Görünür ki, hər hansı bir problem yoxdur. Problem olsa nə olur? Məsələn, mən burada bir xəta alacağam. Baxa görə başqa bir nəsə varmı? Ola bilsin ki, sizdə dediyim kimi kod yazanda və yaxud da kodu run edən hər hansı bir problem olsa, siz restart session vura bilərsiniz. Restart session vurandan sonra isə burada əvvəl bizim qoşulduğumuz buradakı Sibu nə idi? O yenidən run olur və bizim üçün yeni bir Sibu istifadəyə verir. Mən burada eyni zamanda görürəm ki, məndə nə qədər RAM var. Görürsünüz 12 RAM-dır. Əslində pulsuz şəkildə 12 RAM-dan istifadə eləmək çox yaxşı bir şeydir və disk olaraq da mənə 107 GB. Harda siləm ki, bir dənə kompüteri mən pulsuz istifadə eləyirəm. Dediyim kimi, ona görə də məndə həmişə çoxu zaman Google Colab-dan istifadə eləmək üstünlük verirəm. Ona görə ki, pulsuz və istədiyiniz yerdə hər hansı bir dəyişiklik versəz, yaddaşda qalır. Hər hansı bir kompüterdən asılı olmadan istədiyiniz yerdə Google Colab açıb yenidən harda qalmışsa oradan davam edə bilərsiniz. Beləliklə bu videoda bu qədər. Növbəti videoda görüşmək üzrə.